Salam əziz TikTok, YouTube, Instagram izləyicilərim. Bugünlərim Suraxanı Gəmi Muzeyindəyəm və gəmiyə nə qədər verdik? 5 manat pulumuz çıxdı. Gəmi ilə sizi tanış eləyəcəm, maraqlı anlarına şahid olacaqsınız. Gəminin həqiqətən də çox maraqlı hissələri var və əsas mənim marağıma cəlb eləyən isə gəminin alt hissəsi oldu. Gəminin qarşı hissədən çəkəcəm. Çox maraqlı gəmidir həqiqətən və çalışacağım gəminin içindən də görüntüləri tam sizlər üçün göstərim və gəminin içinə daxil oluruq və girişdən daxil oluruq içərisinə. Budur. Həqiqətən mənzərələr çox gözəldir. Sahilə baxan tərəfdir bu tərəf və keçirik digər tərəfə. Budur. Çox gözəl mənzərəsi var həqiqətən də. Crystal Hall tam qarşımızda və gəminin iç tərəfinə gedəcəyik. Siz də davam eləyin. Çox sağ olun, təşəkkürlər izlədiyiniz üçün. Xam mal, neft burada emal olunur. Yəni neft buradan daha çox gəminin alt hissəsinə və o alt hissəsində sizə göstərəcəm. Həqiqətən də maraqlı bir hissələrdir və beləliklə astaca gedirik ikinci hissəyə. Gəminin göyərtəsində restoran var. Bu arada çox gözəl restorandır. Həqiqətən xoşuma gəldi. İndi sizin də xoşunuza gəlsə, astaca çıxırıq restorana, sizinlə tanış edirəm. Həm də çox əla bir mənzərə açılacaq oradan. Baxın necə mənzərəsi var. Yorumlarda fikirlərinizi gözləyirəm. Yaxşıdır, pisdir, normaldır, necədir? Yəni Azərbaycanın çox maraqlı mənzərəli bir hissəsidir. Crystal Hall'ın yanı. Restorana panorama mənzərə. Çox gözəl bir göyərtə deyə bir restorandır. Həm də bura gəminin göyərtəsidir. Çox əla bir mənzərə açılır və keçirik içəriyə. Tək deyiləm, təbii ki, insanlarla gedirik. Onlar da turistik məqsədlə bura gəliblər və baxmaq istəyirlər gəminin alt hissələrinə. Beləliklə düşürük aşağı və görək bizi hansı mənzərələrlə qarşılaşacaq, hansı hadisələr görürük. Mən gəmi kapitanıyam. Artıq neçə ildir ki, dənizçiyəm. İş təcrübəli bilən şəxsləriz, bəlkə də sizə dəqiq cavab verə bilməyəcək. Çünki illərin və idarə etdiyim gəmilərin sayı çox, yanıb keçdiyim dənizlərin olduğum limanların sayı hesabı yox. İndi baş köməkçi sizi gəmi və onun heyəti ilə yaxından tanış edəcək. Sizə gəmimizdə xoş istirahət arzulayıram. Xoş gördük dostlar. Mən gəmi kapitanının baş köməkçisi, həm də bu gəmilə sizi tanış edəcək vərəçimizəm. Nə məlumat lazımdırsa təqdim edəcək. Deməli, təşkil qurduğumuz tanker 32 nəfərli heyətdən ibarətdir. 4600 ton neft daşıma qabiliyyətinə malikdir. Gəmimiz dünyada ilk tanker muzeyi sahibidir. Gəlin sizə tankerin digər hissə otaqlarını göstərim və gəmi heyətinin ən vacib və maraqlı üzvlərinin bəziləri ilə tanış edin. Buyurun başlayalım. Neçə yaşı var gəminin bu gəminin? Bu hissədə həmçinin fərdi və kolektiv xilasetmə vasitələrini görürsünüz. Burada gördüyünüz xilasedici tortu bir neçə nəfərin sudan göyərtəyə qalxması üçün nəzərdə tutulur. Bu şəkildə, yəni qayğılar gəmiyə. Burada gördüyünüz hidrokasyonda ekstremal temperaturlu sudan və alovdan qoruyur. Maksimum neçələrə qədər qoruyur? Maksimum. Yəni insanın alovdan belə, yəni deyirəm, qorur. Həmçinin də insanın yəni öz temperaturunu saxlayır, belə komfort temperaturu saxlayır. Və insan 2 dəqiqə ərzində, yəni onları öyrədirlər ki, 2 dəqiqənin ərzində həmin kostyumu geyinə bilsinlər. Yəni vaxtının limitli var. Və dalğıc kostyumu görə bilərsiniz. Deməli, bu Amerika istehsalıdır, Mark 5 və əvvəllər 2-ci Dünya müharibəsində istifadə olunurdu. Həmin kostyum vasitəsilə 50 metr suyun dərinliyinə inmək mümkün idi. Növbəti monitorda baş mexaniki görürük, maşın şöbəsində mühərriklərin işləməyinə cavabdehdir.
Ora biz sizden keçəcək, motorları, mühərrikləri görə biləcəksiniz. Bəzi operator gəmilər arasında etibarlı əlaqə yaradır Morse əlifbası vasitəsilə. Lakin artıq 2000-ci ildən Morse əlifbası demək olar ki, tamamilə ləğv olunub, bəzi hərbi gəmilərdə qalır. Və həmin avadanlıqlar, yəni artıq monter avadanlıqlar radio operatorun işini əvəz edir. Və Bosman'ı görürük sonuncu monitorda. Bosman gəmidə vacib insanlardan biridir. Türklər Ordusunun əməliyyatında gəminin yanılmasında çox böyük bir rolu var. Eyni zamanda göyərtənin təmizliyi və xilasedici salların vəziyyətinə və sayına Bosman cavabdehdir. Bura baxaq, burada da fərdi xilas etmə vasitələrini görə bilərsiniz. Xilasedici jiletlərin növləridir. Rasiyadır, daxili və xarici kommunikasiya üçün mexaniki fit, həyəcan və yardım siqnalını ötürür. Burada qoruyucu iynələr və termokostyum var. Və gələk tərəfində, burada isə artıq xilasedici salını görə bilərsiniz. Həmin salın bağlı və açıq vəziyyətidir. Dənizə fövqəladə hal zamanı, yəni insanların fövqəladə evakuasiya zamanı təcili dənişlər həmin kapsulu, həmin salı atırlar suya. Sal özü avtomatik təzyiq dəstəyi ilə açılır, şişir və belə bir çadıra dönür. Monitora baxsaq görəcəksiniz prosesi. Спасательная шлюпка выходит касается, ее опускается. Ее бросают, можно на видео посмотреть. Видите, она вот так надувается самостоятельно под давлением и большая суша. Месяц можно здесь находиться. Шлюпки? Шлюпки месяц? Да, месяц, только месяц. Внутри есть. Если еда запасной, еда есть. Есть у вас? Bu gidalardır da, вот это вот сухой пай, kuru gidalardır. Sudu, çöreğidir, yetik bakımlardır. Çok doyumlu ve kaloriyle sıkılır. Sonra deməli burada fənəri görə bilərsiniz. Bu ışıqlandırma sistemini rolunu oynuyor. Həmçinin də yardım siqnalını göndərmək üçün istifadə edilir. Və yürüyüşlərini hal-hazırda 6 nəfərlik minimum olaraq adam tutumundadır. Ama gəmidə adam sayına görə dəyişə bilər. Bu metallar harada qalır bəs? Necə? Rezin kimi o metallar. Hansı? O kapsılardan dedim. Onu dedim. Bəli. Açılanda dəmir axtarır. Hidrastan o aç, yox, altında qalır. Altında. Gəminin altında. Rezin paradizinlər görsənir. Yox, burada elə görmək keçsiz. Bakın bu düşürdə suyun Bu 6 nəfərlik, amma 2 nəfərlik var. Yəni 30 gerekirse suyun altında. gəlmək yaşayırlar. Когда мы нет, приезжали, я понял. Да, на войне. Когда мы сказали, Украинский лайнер больших есть. лайнер, да? Это главное. Русский тариф. Karşımızda yüzleşkin metal bir konstruksiyonun düzenlikten ibaret. Burada ise fərdi. Gəmi fəri əksinə gəmi hərəkətə gəlir. Gəminin sol hissəsində yerləşir. С винтером, да, он работает? Да, грибной винт для остановки судна и для животных движения. Bizim gəmidə 2 lövbər və 2 fər var. Gəlin baxaq lövbərlər hardan atılır. Bir ritmlə, yəni müəyyən bir ritmlə qaldırılır və atılır. Nəyə görə? Çünki zəncir ağırlığı, lövbər ağırlığı birdən suya atılsa qırıla bilər. Zəncir ona görə onun qarşısını almaq üçün yavaş-yavaş indirilir ki, nə zəncir qırılsın, nə də ki gəmi zədələnsin. Burada isə artıq yan lövbər zəncirdir, yaxınlaşır qaldırır. O necə düşür? Вот отсюда так ходит, такой камерами, да, он входит сюда. Burada isə artıq dəniz gemləri ilə bağlı informasiyalar var. Gemilər yəni limana bağlanmış. Bu şəkildə bilgilərin üzərindən bu
bu beyefendiler bağlanır.